Sən sevdiyini sevirsən, yoxsa onda özünü görürsən? İnsan bəzən qarşısındakı şəxsi olduğu kimi sevmir. Həmin insanda özündə olmayan, çatışmayan, ruhuna daha yaxın gələn tərəfləri gördüyü üçün ona bağlanır. Burada çox maraqlı bir sual yaranır. Mən səni sevirəm, yoxsa özümdə tapa bilmədiyim bir parçamı sən də görmüşəm, onu sevirəm. Ona görə də bəlkə də bizim həyatımıza gələn insanlar bizi sevmək üçün deyil, bizə lazım olan, əksik olan tərəflərimizi göstərmək üçün gəlirlər. Bax, biz də burada diqqətli yanaşmalıyıq və həmin insanlarda ruhumuzun axtardığı tərəfləri gördüksə, biz bu tərəflərin üzərində işləməliyik. Yəni, bunun adını mən səni sevirəm qoymamalıyıq. Bizim əslində orada sevdiyimiz özümüzə aid olan tərəflərimizdir ki, hansı ki, sənin əgər özündə güc yoxdursa, o insanda sən o gücü görürsənsə, sən onun gücünə aşiq olursan. Sənin özündə sakitlik tərəfin, hüzur tərəfin yoxdursa, həmin insanda o hüzurlu tərəfi görürsənsə, bax, sən o hüzurlu tərəfə aşiq olursan. Sən bir insana baxanda onun özünü görürsən, yoxsa onda sənin ruhuna aid olan bir parçanı görürsən.